Diqqət edin, Göyçayın mərkəzi küçələrində kanalizasiya sistemi yaxşı təmizlənmədiyinə görə sular axıb yola tökülür. Nəticədə isə insanların sağlamlığına ciddi təhlükə yaradılmışdır. Rayon rəhbəri bu mənzərəni hər gün görsə də insanların sağlamlığına ciddi narahatçılıq yaradan bu problemi aradan qaldırmaq istəmir. Göyçayın əksər küçələrində belə xoşagəlməz problem mövcuddur, ancaq hələ də heç bir tədbir görülmür.